Mənəm Babəkin ruhu, azadlıq üçün qurban gedən. Mənəm əsrlər boyu yuxuda fəryad edən. Mənəm Nəsiminin qəzəlləri, fikirləri, yalanlar içində həqiqəti təsvir edən. Mən Azərbaycanım əsrlər boyu əsarətdə, bölündüm parça-parça görünmürəm xəritədə. 7-ci əsrdən ərəblərin tapdağında müqəddəs adlandı hətta insan ölən yürüşlərdə. Mən Qarabağ 20 ildən çoxdur işğaldayam, unudulmuşam ancaq xüsusi günlər yaddaşlayam. Çoxsu inanmır ki mən nə vaxtsa geri dönəm. Siz ayağa qalxmasaz mən heç vaxt qayıtmaram.